Deyirlər Əlil İslam bir libas aldı. Səhəri gün həmən libası başqasına ehsan etdi. Dedi, mən Peyğəmbər əleyhissalamın həmişə belə etdiyini görərdim. O həmişə başqasının özündən üstün tutardı. Və yaxud da İmam Səccad ağa gecə yarısı torbanı çiyninə atıb evdən çıxardı. Bir-bir evləri gəzib qapıları döyərdi. Kim qapını açsaydı, ağa ona bir şey verərdi. İmam Səccad ağa yoxsula bir şey verəndə üzünü gizlədərdi ki, kimsə onu tanımasın. Ona görə İmam Sadiq əleyhissalam söyləyir, gecənin sədəqəsi Allahın qəzəbini yatırar, böyük günahı yuyar, sorğu-sualı asanlaşdırar. Amma gündüzün sədəqəsi mal və sərvəti artırar, ömrü uzadar. İnsan sədəqə verəndə gərək onda gözü qalmasın. Bu sədəqənin savabını azaldar. Sədəqə vermək insana xeyir bərəkət gətirir. Bu insanın həm dünyasına, həm də axirətinə xeyirdir. Allah bizi dünyada ehsan edənlərdən, sədəqə edənlərdən qərar versin. Mən bu barədə çox danışmaq istəmirəm. Quran-ı Kərim bu barədə söyləyir. Onların mallarından sədəqə, zəkat götür ki, bu vasitə ilə onları pak edəsən. Və onlara salam göndər ki, sənin salamın onlara sakitlik bəxş edir. Başqa ayədə Bəqərə surəsinin 110-cu ayəsində Allah buyurur. Namaz qılın, zəkat verin. Qabaqcadan özünüz üçün göndərdiyiniz əməlləri Allah yolunda tapacaqsınız. Həqiqətən Allah etdikləriniz bütün əməlləri görəndir. Allah eşidən və biləndir. Allah hər şeyə qadirdir. Hədisdə var, Peyğəmbər əleyhissalam buyurur. Allahdan sərvətinin artmasını istəsən, onun zəkatını ver. İnsan zəkat verəndə ruzusu artır. Zəkat bütün bəlaların qarşısında bir sipərdir. İnsan zəkat verməklə bəladan amanda qalar.